Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Baş Şirvan kollektorunun istismarı idarəsi 174.500 hektar torpaq sahəsinə 2397 kilometrdən artıq kollektor drenaj şəbəkəsi vasitəsilə xidmət edir. Bu şəbəkədən 586 kilometri təsərrüfatlar arası, 1555 kilometri təsərrüfat daxili kollektor, o cümlədən 773 kilometri açıq, 781 kilometri isə qapalı şəbəkədir. İdarənin balansında 2911 ədəd qurğular, 959 ədəd körpü keçidlər və 4 ədəd hidrometrik post istismar olunur. Balansda olan 11 ədəd nasos stansiyalar və nasos stansiyalarda olan 31 ədəd nasos aqreqatların sazlığına daim diqqət yetirilir. Aparıcı kanal və onun üzərində olan su keçirən uzun müddət istifadə olunaraq yararsız vəziyyətə düşmüşdür. 2025-ci ilin əsaslı təmir planına salınaraq su aparıcı kanalın 600 pagonometri və üzərində olan su keçirən əsaslı təmir olunaraq istismara verilmişdir. Bundan əlavə nasos stansiyalarda nasos aqreqatları və elektrik avadanlıqları təmir edilərək saz vəziyyətə gətirilmişdir. Baş Şirvan kollektorunun istismarı idarəsi ötən il olduğu kimi 2026-cı ildə də qarşıya qoyulan plan və tapşırıqlara əsasən təsərrüfat daxili, təsərrüfatlar arası, həmçinin magistral kollektorlarda lildən təmizləmə və digər təmir bərpa işlərini davam etdirir. Bununla da kollektorların su axım rejimi yaxşılaşır, qurut suyunun səviyyəsi aşağı düşür. Görülən işlərin məqsədi torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına, kənd təsərrüfatı bitkilərinin normal inkişafına və yüksək məhsuldarlığın əldə olunmasına köməklik göstərməkdir. Yenidən fermerlərin istifadəsinə verilən torpaqlarda müxtəlif növ bitkilər əkilir. Əkinə yararlı torpaqlar artır. Hazırda idarə bu istiqamətdə işlərini Sabirabad rayonunda da davam etdirir. Hal-hazırda dayandığımız Sabirabad rayonunun Cavad kəndi ərazisində yerləşən K2A kollektorudur. Kollektorun uzunluğu 6,4 km, 1987-ci ildə istismara verilmişdir. Bu kollektor Sabirabad rayonunun Cavad və Surra kəndlərinin 1800 hektar təsərrüfat sahələrinə xidmət göstərir. 2026-cı ilin istismar tədbirlər planına əsasən K2A kollektorunun 2,5 kilometrində lildən təmizləmə işləri görülmüş, hal-hazırda işlər davam etdirilir. Qeyd edək ki, Baş Şirvan kollektorunun istismarı idarəsi Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor drenaj şəbəkəsinə xidmət edir.